Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün fizikadan 5-ci bölmənin ümumiləşdirici tapşırıqlarını birgə işləmiş olacaq indi sizinlə. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq birinci tapşırığa. Birinci tapşırıqda uşaqlar bizdən soruşur ki, eyni növ və eyni miqdarda qaz olan qablarda yad hissəciklərin 20 saniyəlik hərəkəti onlayn simulyasiya proqramı ilə təsvir edilmişdir. A variantında deyir ki, yad cismin bu cür hərəkətinin səbəbi nədir və o necə hərəkət adlanır? Əlbəttə ki, uşaqlar, yad cismin bu cür hərəkəti Brown hərəkəti adlanır. Bir dəqiqə. Brown hərəkəti. B variantına baxaq. Hər iki trayektoriyanın çəkilməsinə eyni zaman sərf olunsa da, trayektoriyanın uzunluğu və forması niyə fərqlidir? Məsələnin işarətini bir daha oxuyaq. Bizdə deyirdi ki, eyni növ və eyni miqdarda. Diqqət edin. Eyni növ və eyni miqdarda və eyni zaman sərf olunub. Amma həqiqətən də fikir versək, görərək ki, trayektoriyanın uzunluqları fərqlidir. Bəs bunun belə fərqli olmasına səbəb nədir? Əgər eyni növdürsə və eyni miqdardadırsa, hələ üstəlik bunların çəkilməsinə eyni zaman sərf olunubsa, deməli bircə fərq qalır, temperaturlar. Bunların temperaturları fərqli imiş ki, cızdıqları xətt də trayektoriyada bu qədər bir-birinə kəskin şəkildə fərqlənir. Temperaturu çox olan daha çox trayektoriya cızmış olacaq. Deməli, niyə görə fərqlənir? Temperaturlarına görə. Yazaq buradan o zaman. Temperatur. Deməli, temperatur fərqinə görə bu fərq yaranmışdır. C variantına baxaq. Bu hissəcik əvəzinə kütləsi 2 dəfə kiçik olan yad hissəcik daxil edilərsə, onun hərəkəti necə dəyişər? Əlbəttə ki, trayektoriyasının uzunluğu azalar. Trayektoriyasının uzunluğu azalar. Bunların hər birini mövzu izahında bölüşmüşdük sizinlə. İkinci suala baxaq. İkinci sualda isə məsələnin şərti bu şəkildədir. Şəkildə klinik və infraqırmızı termometrlə təsvir edilmişdir. Termometrlərin iş prinsipləri arasında hansı fərqlər var? Deməli, uşaqlar, şəkildə iki termometr görürük. Biri klinik termometrdir, digərisi infraqırmızı termometrdir. Bu termometrlərin iş prinsipləri arasında fərq nədən ibarətdir? Əlbəttə ki, klinik termometr əsasən istilik genişlənməsi prinsipinə əsasən işləyir. Çünki içərisində civə olur. Civə istiliyin təsiri ilə genişlənir və temperaturu bizə göstərmiş olur. Deməli, klinik termometr əsasən istilik genişlənməsi prinsipinə əsaslanır. Yəni, civəli termometrlərdə temperaturu artdıqca civə genişlənir və həmin o şüşə boruda da temperaturun nə qədər olduğunu müəyyənləşdirmiş oluruq. Amma infraqırmızı termometrin işləmə prinsipi isə elə deyil. İnfraqırmızı termometrlərdə istilik şüalanması əsasında işləyir və hər bir cismin öz temperaturuna uyğun olaraq bir infraqırmızı şüa yayır. Bu termometr şüanı qəbul edib temperaturunu müəyyənləşdirir. Yəni, hər bir cisim özünə məxsus olan bir şüa yayır və bu termometr də həmin o şüanı qəbul edir və ona uyğun olan temperaturu müəyyənləşdirmiş olur. Və B variantına baxaq. Termometrlərin özünə məxsus hansı üstünlükləri mövcuddur? Termometrlərin özünə məxsus, belə demək olar, klinik termometr əsasən, yəni civəli termometr, özünə məxsus üstünlüyü dəqiqlik və etibarlıqdır. Yəni, dəqiq temperaturu müəyyənləşdirir bizə. Dəqiq və etibarlı.
Amma infraqırmızı termometr isə ə, klinik termometr kimi deyil, anında temperaturu bizə göstərə bildiyinə görə sürətli və rahatdır. Sürətli və rahat. Sonra keçək indi üçüncü suala. Üçüncü sualda deyir ki, şəkil A-da alüminium və dəmir zolağından ibarət bir metal lövhənin otaq temperaturunda 20 Selsius'da görünüşü təsvir olunmuşdur. Yəni bax bu. Alüminium zolağının istidən genişlənməsi, dəmirin istidən genişlənməsindən daha yaxşı olduğunu nəzərə alsaq, bir metal lövhə uyğun olaraq şəkil B və C təsvirlərindəki forması hansı temperaturlarda ala bilər? Deməli uşaqlar, biz burada analiz edək. Analiz etdiyimiz zaman görürük ki, 20 Selsi temperaturda bir metal maddə göstərilib. Və sonra B variantına fikir versəz, görərsiniz ki, alüminium zolaq dəmir zolağa tərəf əyilib. Yadınızda saxlayın hər zaman genişlənən tərəf genişlənməyən tərəfə doğru əyilir. Ə, fikir verin. Demək ki, burada alüminium zolaq daha çox genişlənib ki, dəmir zolaq tərəfə əyilib. Həmişə də qızdırıldıqda uzun tərəf kənarda qalır. Bax, buradakı kimi uzun tərəf kənarda qalır. Lövhə az genişlənən tərəfə doğru əyilmiş olur. Burada da görərsiniz ki, demək ki, alüminium zolaq daha çox genişlənib. Demək ki, temperaturu daha böyükdür. Dəmir zolaq isə daha az temperatura malikdir. Üzərindən yazaq uşaqlar. Deməli, T alüminium daha böyükdür T dəmirdən. Bu nəticəyə gəldik. İndi ikinci zolağı analiz edək. İkinci zolaqda görərik ki, bu dəfə ə, dəmir zolaq alüminium zolaq tərəfə əyilib. Eyni zamanda yadınızda saxlayın ki, soyuduqda da alüminium daha çox yığılır. Baxın, genişləndikdə alüminium daha çox genişlənirsə, soyuduqda da alüminium daha çox yığılır. Yəni bu dəfə dəmir nisbətən uzun tərəfdə qalır. Yenə də əyilmə fərqli istiqamətdə olacaq. Demək ki, baxaq. Burada fikir versəz, soyuma, demək ki, alüminiumda daha çox olub ki, daha çox yığılma burada olub. Dəmir tərəf isə daha az yığılıb. Demək ki, T alüminium daha kiçikdir T dəmirdən. İndi analiz edək uşaqlar. T alüminium T dəmirdən böyük olmalıdır. O uyğun gəlir. B-ni çıxaram onda. D və Y-ni də çıxaram. Ya A-dadır, ya da C-dədir. Amma digərində dedim ki, alüminium dəmirdən kiçik olmalıdır. Xeyr, bu C variantında hər iki temperaturu eynidir. A variantı uyğun gəlir. Bir daha üzərinə keçək uşaqlar. Biz bunu necə həll etdik? Baxın, yadınızda saxlayın ki, hər zaman cisim genişlənməyən tərəfə doğru əyilir. Genişlənməyən tərəfə doğru. Burada da fikir versəz, görərsiniz ki, genişlənmir. Fərqli rənglə göstərim. Fikir verin, burada dəmir demək ki, az genişlənib. Alüminium daha çox genişlənib. Alüminium genişlənməyən, az genişlənən tərəfə doğru əyilib. Sanki elə bir bunun alüminiumun tərəflərindən tutub, alüminium isə genişlənmək istəyir. Ona görə də daha rahatlıqla əyilmiş olur. Amma digər tərəfə baxın, soyuduqda da cisim nə qədər rahatlıqla genişlənərsə, soyuyanda da o qədər daha çox sıxılmış olur. Soyuduğu zaman da cisim daha çox genişlənən hansı idisə, o tərəfə doğru əyiləcək. Belə, indi keçək dördüncü suala. Dördüncü sualda temperaturları 60 Selsi olan suyu metal taxta və plastik qaşıqlar daxil edilir və bir müddət gözlənilir. Qaşıqların suyun daxilindəki hissəsinin temperaturu eyni olacaq, yoxsa fərqli? Səbəbini izah edin. Uşaqlar, əvvəl 60 Selsi olan bir suyumuz var idi və onun içərisinə metal, taxta və plastik qaşıqlar daxil ediblər. Və bizdən soruşurlar ki, son nəticə olarlar. Burada qaşıqların temperaturu eyni olacaqmı, yoxsa fərqli olacaqmı? Əlbəttə ki, hamısının temperaturu bir-birinə bərabər olacaq. Çünki istilik tarazlığı yaranacaq orada. Demək ki, eyni olar. Siz fərqli rənglə göstərin. Eyni. Hər üç qaşığın temperaturunun ən sadə üsulla necə müəyyən etmək olar? Suyun temperaturu ölçməklə. Suyun temperaturunu ölçdüyüm zaman artıq müəyyənləşdirərəm ki, qaşıqların temperaturu nə qədərdir? Suyun
temperaturunu ölçməklə. C variantı qaşıqlar daxil edildikdən bir müddət sonra suyun temperaturu 20 selsi azaldı. Suyun son temperaturu neçə Kelvin oldu? Gəlin hesablayaq. Əvvəlcə 60 selsi idi, sonra 20 selsi ə, dəyişdisə, azaldısa nə qədər olur temperaturu? T selsi ilə hesablayaq hələ ki. Selsi bərabər olacaq. Yekunu hesablamaq istəyirəm. 60 selsidən çıxacaq 20 selsini. Çünki 20 selsi azalıb. Demək ki, 40 selsi qalır. İndi bizə deyir ki, Kelvinlə hesabla. Hesablayaq. T Kelvin bərabərdir. Bunu böyüklə yazaq. 273 üzərinə gəlsin 40. Bərabər olacaq 313 Kelvin. Demək ki, son temperaturumuz 313 Kelvinə bərabər olur. Növbəti sualda keçək. 5-ci sual. Soyuq havada 3 müxtəlif situasiyada insanın bədən istiliyinin dəyişməsinin temperaturu zaman qrafiki verilmişdir. Qrafikə əsasən aşağıdakı sualları cavablandırın. Grafikimiz bax bu şəkildədir. Sizcə qalın geyimlər bədənin daxili enerjisini necə təsir edir? Qalın geyimlər sadəcə soyuqdan qoruyur. Yəni istiliyin bədəndən çox çıxmasının qarşısını alır. Qrafikdən də aydın şəkildə görürük. Hərəkətsiz vəziyyətdə bədənin istiliyi necə dəyişir və bu zaman ətrafa enerji mübadiləsi hansı proses vasitəsilə baş verir? Hərəkətsiz vəziyyətdə bədənin istiliyi azalır. Çünki nəfəs vasitəsilə biz daxili enerjimizi ətrafa doğru vermiş oluruq. Sonra C variantı hərəkət etməyə başladıqda bədənin daxili enerjisi necə dəyişir və bunun səbəbi nədir? Hərəkət etməyə başladığımız zaman artıq qan dövranı artır. Qan dövranı artdığına görə də bədənin daxili enerjisi də artmış olur. Növbəti suala baxaq. Bunlar hər biri şifahi idi. 6-cı sual. Günəş sobası günəş şüalarını kiçik sahədə toplayaraq qidaların isidilməsi üçün istifadə olunur. İndi A variantına deyir ki, günəş sobasında istilik qazana hansı üsulla ötürülür? İstilik qazana fikir verin burada. Günəşin şüaları vasitəsilə əlbəttə ki, ötürülür. Demək ki, istilik sobaya ötürülür şüalanma vasitəsilə. B variantı istilik izolyatoru hansı istilik vermə prosesinin qarşısını almaq üçün istifadə olunur? İstilik izolyatoru, fikir verin burada şəklə. Burada istilik izolyatoru əsasən istilik keçirmə və şüalanma yolu ilə itən istiliyin qarşısını almaq üçün istifadə olunur. Deməli, istilik keçirmə və şüalanma. Və şüalanma. Sonra C variantına da baxaq. Günəş sobasında qazanın üzərinə şəffaf qapaq qoyulur. Bu qapaq hansı istilik vermə prosesini azaltmağa kömək edir? Bəli, burada şəffaf qapaq qoyulur. Çünki şəffaf qapaq əsasən konveksiya ilə itən istiliyin qarşısını alır, azaldır. Və qapaq olmadan isti hava qazanın içərisindən yuxarı doğru yüksələr, ətrafa yayılar. Bu baxımdan da şəffaf qapaqdan istifadə olunur. Və sual oluna bilər, niyə məhz şəffaf qapaq? Şəffaf qapaq havanın çıxmasını əngəlləməklə yanaşı, eyni zamanda isti havanın qazan daxilində saxlayır. Həm də şəffaf qapaq günəş şüalarında içəriyə doğru ötürməyə şərait yaradır. Ona görə də şəffaf qapaqdan istifadə olunur. Və 7-ci sonuncu sualdır. Sonuncu suala baxaq. Şəkildə termosun en kəsiyi təsvir olunmuşdur. Bəli, termosun en kəsiyi bax bu formadadır. Termos hansı məqsədlər üçün istifadə olunur? Bu məqsədə necə nail olunur? Termos suyu müəyyən temperaturda saxlamaq üçün istifadə olunur. Deməli, termos hansı məqsədlə istifadə olundu? Suyu müəyyən bir temperaturda saxlamaq üçün. B variantına baxaq. Termosun içərisindəki vakuum təbəqəsi nə üçündür? Bəli, termosun içərisindəki vakuum təbəqəsi əsas məqsədi istilik itkisinin qarşısını almaqdır. Yəni, vakuum vasitəsilə istilik itkisi o qədər də olmur. Onun qarşısını alır. Sonra C variantına baxaq. Termosun qapağının möhkəm bağlanmasının səbəbi nədir? Bəli, bu zaman konveksiyanın qarşısını almaq,
Qapaq möhkəm bağlanarsa içərisindəki isti hava çıxmayacaq və bu baxımdan da istilik itkisinə səbəb olmayacaq. Və D variantı, əgər termosun daxili təbəqəsi zədələnərsə, bu onun istilik izolyasiyasının qabiliyyətinə necə təsir edər? Ə, Əgər daxili təbəqə zədələnərsə, termos istiliyi saxlamaq qabiliyyətini itirər və içindəki maye daha tez soyumuş olar. Belə uşaqlar bu şəkildə sizinlə bütün sualları analiz etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin memarı siz özünüzsünüz. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər.